Litera kitab mağazasının açılış mərasimi baş tutub. Açılışda rəsmi qonaqlar, ictimaiyyət və nəşriyyat nümayəndələri, eləcə də yazarlar iştirak edib. Qeyd edək ki, kitab mağazası Yasamal rayonu Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşir. Diyenden sonra gönderdim. Çözer. Yani işte Amal olaraq biz maarifçiliyi düşünmüşük, dəyərlərimizi paylaşmağı düşünmüşük. Litera kitab mağazası da bir qədər o maarifçiliyin daha modern üslubda təqdimidir. Tefekkür, analitika bu çok derin meseleler. Ve kitaplar bize bugün en müteber menbe oldu. Keyfiyyətli kitab, onların həyatını dəyişən kitablar, düşüncələrinə təsir göstərən kitablar harada əldə etmək olar? Akademik Zahid Xəlilovun adını daşıyan bu küçədə. Size bu yeni yarattığınız mənəvi mekanda uğurlar arzulayıram. Bugün Litera Mədəniyyət evi açıldı. Bu Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun yeni bir, necə deyim, uğurudur. Minta uzun bir yol keçir. Bu tip nəşriyyatların məkan olaraq, düşüncə olaraq, yer olaraq genişləməsinə, böyüməsinə tərəfdar olmalıyıq. Bu bizim üçün bir yaxşı stimulur, belə kitab məkanlarının yaradılması. İnşallah işiniz avan olsun deyirəm. Kimse sakitlik isteyip burada geçip oturabilir. O kitap hayküyünün içinde olmaz, çayın içer falan onlar çok güzeldi. Ve dünyada ben çok ülkelerde işlemişim, olmuşam. Bu en güzel standarttı ki siz özünüz getirmişsiniz. Uğurlar arzulayıram, bize de uğurlar olsun. Frankfurt'a giden heyetimiz var, onları da almışlayırıq. Gelin, görün, dünya nə ilə məşğul olur. Arzu edirəm ki, növbəti mağazanızı məhz Qarabağ Universitetinin Gənclərində Xankəndidə açasınız. Əminəm ki, bu literada bu peşəkarlığı davam etdirəcəklər. Mən də əlimdən gələn dəstəyi göstərəcəm. Bu kitab evinin açılışı həm də onu göstərdi ki, kitabı bağlanmıyor hələ. Bura həm də tələbələrin, müəllimlərin yəni bir mərkəzinə çevriləcək. Bugün biz tarixi bir günü yaşadıq. Azərbaycanda kitabçılıqla bağlı çox faydalı bir məkan açıldı və mənim düşüncəmcə kitab məkanları da bir ibadətgahlar qədər müqəddəsdir, önəmlidir və bugün milli irsimizin qorunması üçün biz kitabçılığa böyük əhəmiyyət verməliyik. Ona görə çox sevindiricidir ki, məhz milli məfkurəyə xidmət edən kitabların olduğu bir məkanın açılışındayıq. Ümid edirəm ki, bu məkanın davamlı olar, uğurlu olar. Biz onun yubileyinə yığışarıq və həqiqətən də müasir dövrdə baxmayaraq ki, kitaba olan münasibət bir qədər zəifliyibdir və düşünürəm ki, bu kimi məkanlar həm də kitaba olan münasibəti də yenidən qazandıracaq bizə. Xüsusilə də universitetlərə yaxın bir məkanda olması çox önəmlidir ki, tələbələrimiz buraya axın edəcək və eləcə də müəlliflərimizin imza günləri olacaq, təqdimatlar keçiriləcək, müxtəlif kitab kampaniyaları olacaq. Bu baxımdan tələbələr əslində çox sevinməlidirlər ki, düz yanlarında belə bir məkan açılıbdır. Ümid edirəm ki, bu hər kəsə faydalı olacaq. Bir müəllim olaraq, bir naşir olaraq, bir yazar olaraq, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri olaraq MİMT-yə aid olan bu cür mağazanın açılması sevindiricidir. Ümid edirəm Litera Azərbaycan kitabçılığına, Azərbaycan ümumiyyətlə kitab mühitinə öz havasını gətirəcək. Çünki MİMT nəşriyyatının istər nəşrlərində, istər onun rəhbərlərində, istər bura daxil olan Füyüzat jurnalı, Füyüzat TV, digər bütün proseslərdə çox maraqlı bir mühiti var. Sakit, huzurlu, təvazökar, səmimi bir ortamı var. Və kitab da əslində budur. Kitab da huzurdur, kitab da bir mədəniyyətdir, kitab da bir sakitlikdir, kitab da bir inamdır, inancdır. Bu baxımdan mağazanın açılışı, mağazanın təqdimatı, məhz Elmlər Akademiyası ərazisində olması, təhsilə, kitaba yaxın olması sevindirici haldır. Çox şadam.
dediyim kimi, kaş ki hər bölgəmizdə, hər məhəlləmizdə, hər nə bilim ərazimizin hər bölgəsində, ölkəmizin hər yanında belə mağazalar və bu cür mağazaları fəaliyyətə başlayacaq təşkilatlar, şəxslər, fədakarlar olsun. Uğurlar arzulayıram. Sevindirici haldır. Hər birimizin qururudur. Hər birimiz üçün çox faydalıdır və ən azından mənim sevimli məkanlarımdan birinə çevriləcəyinə əminəm. Elmlər Akademiyasını sevirəm, elmi sevirəm, kitabı sevirəm və burada olan kitab kafe, kitab mağazasını isə daha çox sevəcəm. Uğurlar. Bu məkanın açıldığına görə mən yalnız Mimta Yayın evini deyil, ümumiyyətlə bütün düşünməyi sevən, oxumağı sevən və öz daxili işığını artırmaq istəyən hər bir kəsim, istər gənclərimizi, istər ümumiyyətlə kitab sevərlərimizin hər birini təbrik edirəm və düşünürəm ki, hal-hazırda ümumiyyətlə dünyamızda qaranlığın artdığı bir dövrdə belə bir işıqlı məkanın işığı artırmaq hədəfi olan bir məkanın yaranması hər birimizin uğurudur və bu uğurun daha da artması üçün hər birimiz əlimizdən gələni etməliyik. Ümid edirəm ki, hər bir şəxsin daxili zənginliyinin artmasında litera məkanının da, bu könül dünyasının da, bu könül məkanının da böyük bir rolu olacaq. Bugün Azərbaycan oxucusuna elə bilirəm ki, mübarək bir hədiyyə oldu litera. Çünki Mimta kitab evi, kitab nəşrləri öz-özlüyündə hər görüşü ilə gəncliyimizə bir töhfə vermiş olurdu. Amma bugün bir məcmu halında, bir cəm halında onların görüşəcəyi mübarək bir görüş yeridir litera. Və gəncliyimizə işığı, yolu, haqqı tanıtmaq üçün kitabdan gözəl dost yoxdur. Kitab həyatınızın sabaha açılan bir vərəqidir. Və o vərəqi nə qədər ki tez açmağa cəhd etdiniz, nə qədər ki oradan bəhrələndiniz, demək ki, əziz gənclərimiz, əziz gənc bacı və qardaşlarımız, sabahınız daha gözəl, daha işıqlı, daha nurlu olacaq. Və bu yolda sizə yalnızca uğur diləyərək literaya dəvət edirik hər birinizi.